Yaxın Şərqdə adı ən çox hallanan silahlı və siyasi təşkilatlardan biri Hizbullahdır. Bəs Hizbullah necə yaranıb, məqsədi və niyə dünya gündəmində mühüm yer tutur? Hizbullah 1982-ci ildə İsrailin Livana müdaxiləsindən sonra yaradılıb. Təşkilat əsasən Livanın Şiə icmasının nümayəndələrindən ibarətdir və adı ərəb dilindən tərcümədə Allahın partiyası mənasını verir. İlk illərdə əsas məqsəd İsrail qüvvələrinə qarşı silahlı müqavimət göstərmək idi. Zaman keçdikcə Hizbullah təkcə hərbi təşkilat kimi deyil, həm də siyasi qüvvəyə çevrildi. Bu gün təşkilat Livan parlamentində təmsil olunur, hökumətlərdə iştirak edib və ölkədə məktəblər, xəstəxanalar, sosial yardım mərkəzləri kimi geniş şəbəkə qurub. Bununla yanaşı, Hizbullahın əsas gücü olan hərbi qanadı hesab edilir. Müstəqil mənbələr təşkilatın minlərlə döyüşçü və müxtəlif mənzilli raket arsenalına malik olduğunu qeyd edir. Bu səbəbdən Hizbullah Yaxın Şərqin ən güclü qeyri-dövlət silahlı qruplarından biri kimi qiymətləndirilir. Təşkilatın İranla sıx əlaqələri olduğu da geniş şəkildə bildirilir. Amerika, İsrail və bir sıra qərb ölkələri İranın Hizbullaha maliyyə, silah və hərbi təlim dəstəyi verdiyini qeyd edir. İran isə Hizbullaha siyasi və mənəvi dəstəyini açıq şəkildə ifadə etsə də, müxtəlif iddialarla bağlı açıqlamaları fərqli olub. Hizbullah uzun illərdir İsrail ilə qarşıdurma vəziyyətindədir. Xüsusilə 2006-cı ildə baş verən Livan-İsrail müharibəsi təşkilatın tarixində ən mühüm hadisələrdən biri hesab olunur. Son illərdə isə Qəzza zolağında baş verən hadisələr fonunda Livan-İsrail sərhədində qarşılıqlı raket və artilleriya zərbələri regionda gərginliyi yenidən artırıb. Beynəlxalq aləmdə Hizbullaha münasibət fərqlidir. Amerika, Böyük Britaniya, Almaniya və bir sıra digər ölkələr təşkilatı tam şəkildə terror təşkilatı kimi tanıyır. Avropa İttifaqı isə Hizbullahın hərbi qanadını terror siyasına daxil edib. Bununla yanaşı, Livanda və bəzi digər ölkələrdə Hizbullah siyasi hərəkat və müqavimət qüvvəsi kimi qəbul olunur. Bu fərqli yanaşmalar Hizbullahın beynəlxalq statusunu mürəkkəbləşdirən əsas amillərdən biridir. Bugün Hizbullah Livan siyasətində, İsrail-Livan sərhədində və ümumilikdə Yaxın Şərqdə təhlükəsizlik balansına təsir göstərən əsas aktorlardan biri hesab olunur. Onun atacağı addımlar regiondakı siyasi və hərbi proseslərə ciddi təsir etməyə davam edir. Sizcə Hizbullah regionda sabitliyi artıran, yoxsa gərginliyi dərinləşdirən amildir?